Şimdi aşacağımız şey ajandalardır. Ajandaları ne üçün işlədə bilərsiniz? Ajandalar məsələn bir yerə tələblər, məsələn dərsləriniz çox ola bilər ya da bir sınağa hazırlaşarsınız, imtahana hazırlaşarsınız. Onun üçün eləyə bilərsiniz. Məsələn hazırlıqlarınızda çox əlavələriniz olar. Əlavələrinizin vaxtlarını yadınızdan çıxara bilərsiniz ki, mən buna görə başlamışdım. Amma sonra kursdan çıxandan sonra yenə də davam elədim. Əlavələrinizin vaxtını azaltmaq üçün, daha yaxşı onların yadınızda qalması üçün ajandaya başlaya bilərsiniz ya da məsələn sadəcə hobi kimi başlaya bilərsiniz. Mən indi hobi kimi davam edirəm. Mən ajandanı necə işlədirəm? Mən əvvəllər ajandanı plan kimi tuturdum. Plan kimi siz belə şeylərdə yaza bilərsiniz. Planner kimi, yəni planner kimi istifadə edə bilərsiniz. Amma məncə ajanda akademik olmamalı. Yəni akademik ajanda nədir? Aynı tarixlər verilir, bura tap qoyaram. Aynı tarixlər verilir, siz orada belli bir səhifə, məsələn bir səhifə verilib, o qədər yaza bilirsiniz bir gün ərzində. Amma mən heç mənasında, ən azından mən elə düşünürəm. Ona görə də mən elə işlətmirəm. Mən sadə bir blok not almışam, sadə bir dəftər. Buna davam edirəm. Bu nüsxə çox xoşuma gəlmir, amma səpsəm cırılacağından qorxduğuma görə eləmirəm. Bu daha çox belə sketchbook tərzinədir. Mən şəkil çəkə bilmirəm. Şəkilə aid heç bir bacarığım yoxdur. Qram bacarığım yoxdur mənim şəkilə aid. Nə də ki, belə kağızdan şeylər düzəldə bilmirəm. Mən əvvəl istəyirdim ki, belə Pinterestdəki kimi qəşəng sketchbooklarım olsun. Amma şəkil çəkə bilmirəm, necə yiyəcəm. Sonra ağlıma bir şey gəldi ki, mən müəlliməm yarışda, hansısa bir yarışda mənə adi bu bloknot aldı. Sonra mən də bunu əvvəlcə fikirləşirdim ki, kiməsə hədiyyə verərəm. Çünki mən o vaxtda bu ajandam var idi. Bunu yazırdım yəni. Sonra keçdim buna, çünki bəzədim, bəzəyəndən sonra da gözümə şey gəldi. Sonra başladım buna, artıq kursdan çıxdığıma görə, kursdan çıxandan sonra bunu planla elədim. Yəni tamamen bura planla yazırdım. Burada dərsdə məsələn sıxılanda dərs aralarında yazırdım, dərsə qulaq asmırdım. İzin verin ki, eləmin dərsinizə qulaq asın. Mən amma bunu dərs vaxtında, məsələn təbiət dərsində, STEM dərsində daha çox, STEM dərsində bunu yazırdım. Nə yazsın, STEM dərsində dediyim kimi bacarığım yoxdur. Bunu necə bəzəmək olar? Ən azından dərs, yəni boş vaxtı olmayan, sadəcə dərsdə yaza biləcəyiniz cür. Amma bu siz zövq üçün əgər tutursunuzsa, evdə də eləyə bilərsiniz. Mən evdə çox eləmirəm çünki vaxtım olmur. Amma evdə də eləmək olar. Evdə asam suyunu alırsan, musiqiyə qulaq asırsan, elə maraqlı olar, yəni eləmək olar. Buradan mən məsələn necə edirəm göstərəcəm. Dediyim kimi mənim əl bacarım olmadığına görə bu cür stikerlərlə falan bəzəmişəm. Göstərim dedim bunları. Canlarım o sketchbook düzəldəndə şərt deyil ki, ofisdə ki, şəkil çəkəsiniz, orada geçən bir şey düzəldəsiniz. Yox, sadəcə orada anı qalmağını istədiyiniz şeyləri də qoya bilərsiniz. Ajandanın əsas məqsədi onun sizə nə edəcəyinizi deməsi deyil. Çünki siz ona edə biləcəyiniz şeylər yazmalısınız və məsələn rutin yazmaq istəyirsinizsə, saatla yazmayın. Çünki məsələn yazsan ki, saat 8-də oyan, bunu yaza bilərsən. Amma yaza bilmərsən, saat neçədə yemək yeyəcəksən. Bəlkə vaxt acıladın və ya daha tez acıdın ki, ondan daha tez yemək yeməlisən. Yəni ajandanın üst qapağı necə olmalıdır, içi necə olmalıdır. Ajandanın içi dediyim kimi ən azından mənim yaşımda olanlar, məncə akademik ajanda çox mənasız bir şeydir. Çünki bir səhifə verilir və bir səhifəyə mən hardan bilim nə qədər yazacağım. Bəlkə mən 3-4 səhifə yazmaq istəyirəm o günə. Çünki məndə elə olur ki, bir gün heç nə yazmıram. Elə olur ki, bir gün dərsdə çox vaxtım olduğuna görə ya da bir dərs boş olduğuna görə çox şey yazıram. Ona görə də mən sadə dəftər seçmişdim. Ajandanın üstü də məncə sizə özəl olmalıdır. Yəni ola bilər ki, üstü biraz bəzəkli olsun, amma siz yenə də eləyəsiniz. Mən elə eləyirəm çünki. Bu qədər stikeri hardan tapmışam, yəni bu qədər stiker almaq mənə mənasıdır. Mən Temudan almışam bəzən, bəzənlərdə özüm çıxartdırmışam. Çıxartdırdıqlarımı elə bir arxası kireyli kağızlar olur, onlardandır. Pinterestdən şəkillər götürülür, məsələn qoyaram bura, Pinterestdən şəkillər olur. O şəkilləri gedib məsələlərə verirsiniz. Deyirsiniz ki, arxası yapışqanlı olan vərəqlərdən olsun və götürürsünüz. Temudan da ucuz idi. 50 dənəsi 2-3 manat idi o aralıqda. Ala bilərsiniz oradan da hansını istəyirsiniz. Mən ikisini də eləmişdim. Çünki özüm eləmədən əvvəl özüm elədim. Sonra Temudan gördüm bunu. Desəniz ki, mənim əl yazım pisdir. Mən əl yazımı necə düzəldə bilərəm? Mənim də əl yazım çox pis idi. Çünki mən normal Azərbaycan dilindəki əlifba ilə əl yazısıyla yazırdım. İndi çapla yazıram, ən azından öz gündəliyimdə. Əgər müəllimləriniz icazə verirsə, dəftərlərdə də yaza bilərsiniz. Çünki mən dəftərlərdə çapla yazıram. Öz dəftərlərimdə məktəb. Əl yazını necə düzəltməlisən? Sən əl yazını düzəltmək üçün birinci qələm, özünə uyğun qələm seçməlisən ki, sənin əlinə hansı qələm daha çox yatır, uyğun olur. Çox insanın əlinə daha çox gel qələm yatır. Çünki gel qələmlər həm daha tez axır, həm də ki, yazını daha çox gözəlləşdirir, yəni daha incə yazmanı kömək edir. İkinci və mən çox sevdiyim qələm növü daha çox tünd rəngli qələmlərdir. Tünd rəngli qələmlərdə daha çox yağlı getdiyinə görə mən çox xoşlayıram və mən daha çox tünd rəngli qələmlərdə yaxşı yazıram. Sonra da əgər dəftərlərinizdə olmasa da daha çox ajandanızda yaza biləcəyiniz karandaşdır. Mən ucu karandaşla yazıram çünki daha tez, ucu daha gec bitir. Burada məsələ
hansı qələmlə daha yaxşı yazdığınız deyil. Burada məsələ sizin gözünüzə daha gözəl gələn əl yazınızdır. Çünki məsələn adam ola bilər ki, çapla yazısı qəşəng deyil, çapla yazısı qəşəng amma özünə xoş gəlmir. Onda normal yazısından yazmalıdır. Elə adamlar olur ki, öz əlifbasını çıxardır. Mən hələ o dərəcəyə gəlməmişəm. Mən rus dilini öyrənə bilən adam deyiləm, güclə öyrənirəm ki, həvəsim yoxdur deyə. Əlifbanı məncə əzbərləyə bilmərəm deyə eləmirəm, başlamıram. Amma istəyirsinizsə siz də eləyə bilərsiniz. Məsələn, Muzi, burada baxırsansa səni çox sevirəm. Muzi mənə bir daş vermişdi, balaca, dırnağımın içindəki mikrob boyda. Onu yenə də saxlayıram, hələ də məndədir. Məktəbdə yaşadığınız bir olay olub, məsələn, dava eləmişsiniz hansısa bir uşaqla. O uşağın üzünə deyə bilmədiyiniz şeyləri götürüb ajandaya yaza bilərsiniz. İstər-istəməz insanın içi rahatlayır. Bəzi belə rutinlərdə Pinterest azadda görmüşəm ki, deyirlər ki, səhər durduğun yuxularını yaz ajandanın içinə. Məncə heç bir mənası yoxdur. Yəni pis örnək olmaq istəmərəm, amma məncə heç bir mənası yoxdur. Hə, bəlkə durub öz fikirlərini yaza bilərsən, amma yuxularını yazmağın nə mənası var? İndiyə qədər mənə heç kim bunun mənasını deməyib.